Bizim biabırçılıqlar. Bəli, bu vətəndaş burada yaşayır, bəli. Aha, deməli 351-dən biraz mən izah eləyəcəm. Ondan sonra test 351. Heç bu PDF-də 351-ci səhifə yoxdur axı. Aha, əzəz hansı dərəcədir? Adi dərəcə. Deməli, adi dərəcə bu asan idi, D variantı. Gəldim 352-yə. Yenə əzəz adi dərəcə. Amma dayandım. B variantı və E variantı çıxdı. Deyəcəm, gözünə xoş görünən variantlar demədi balam. B ilə E variantı getdi. C variantında bad, pis, sifət. A variantında good, yaxşı, sifət. B variantında well, zərf. Bayaq nə dedim? Deməli, birinci addım baxıram, görüm nöqtələrdən sonra isim gəlibdir. Gəlib Ramil. Hanı, haradadır şey? İsim gəlmir. Deməli, gedirəm hansı addıma? Ramil. İkinci. Sən qısa yoldan getdin də. İndi birinci addımda baxıram nöqtələrdən sonra isim gəlməyibdir. Gedirəm cümlənin xəbərinə. Zəhra, play nədir? İstisna feillərin içində var. İstisna feilləri bir də sayaq görək. Hansılar idi istisna feillər? Bir deyin görək. Ay, sağ ol. Become. Sonra hansılar idi? Smell. Sound. Sonra taste. Sonra him. Aha. Look. Sonra hələ cavaba getməyə çalışırıq da. Feel. Sonra hansı qaldı? Bir, become, smell, sound, taste, seem, feel, look. Bizim nədir? İstisna feillərimizdir. Bu feillər özlərindən sonra nə istəyirdilər? Bu feilləri hansı nitq hissəsi ilə təyin edə bilirdik? Sifətlə. Baxıram indi bu siyahıda play feili var, Vali, play feili var. Var bu siyahıda play feili. Xeyr. Demək ki, həmin bizim yerdə qalan bütün feillərimiz özündən sonra nə istəyəcəkdir? Zərf istəyəcəkdir. Zərf. Zərf də hansıdır? D variantı. İnşallah ki, başa düşdük. İndi baxıram enough. Enough hansı dərəcədir? Ay, sağ ol. Adi dərəcə bu asan testi. Hansı olacaqdır? C variantı bu asan deyildi. İndi gəlirəm 354-dən. Rather hansı dərəcədir? Adi dərəcə. İndiki dərəcə var. Balam. İmtihana qalıb 1 ay. Bizim imtihaniyəsiniz yoxsa kurtarlı? Səhv danışan var. Müsaade edin. Bir saniyə. Kimdən də sabam testə baxın. Adi dərəcədir. Adi dərəcə hansı olacaq? Adi dərəcə. Bax, B variantı da adi dərəcədir. C variantı da adi dərəcədir. B variantında badly zərfdir. C variantında bad sifətdir. İndi mən hardan bilim ki, hansını seçməliyəm? Amma feel deyil axı. Feel, hiss etmə feil deyil o. Feel yıxılmaqdır. Hurt her leg, ayağını incitmək feilidir. Bu feillər istisna feillərimin içində var. Xeyr, yoxdursa nə istəyirlər? Zərf istəyirlər. Zərfdə necə tanıyıram? Sonundakı Elvaydan B variantı. Aydın oldu bura qədər. İndi gəlirəm 55-ə. White gördüm. Adi dərəcə. Adi dərəcə. B variantı mor müqayisə, most üstünlük. D variantı müqayisə. A qaldı, C qaldı. Bəli. Nöqtələrdən sonra isim yoxdur. Gedirəm cümlənin xəbərinə. Can be seen. See, so, seen. Görmək feili. Bəzən uşaqlar gedir bunu nəyə oxşadırlar? Sim, görünmək feilinə. O feilin sonunda m var, m. Sim. O özündən sonra sifət istəyəcəkdir. Amma bu feil, sin, görmək feilinin verb üçüdür. Si feilidir, si. İstisna feilin içində deyil. Deməli, zərf istəyəcəkdir. Zərfləri də necə tanıyıram? Zərflərin sonunda nə olur? Elvay olur, A variantı. Başa düşdükmü?
İndi keçdik 356-ya. Nöqtələrdən əvvəl to gördüm. Hansı dərəcədir? Nöqtələrdən əvvəl to gördüm. Hansı dərəcədir? Adi dərəcədir. So, to, very, razı. Aha. A variantı müqayisə, C variantı üstünlük, D variantı müqayisə, B variantı sifətdir, E variantı zərfdir. Bəli. Baxıram nöqtədən sonra isim yoxdur. Ate feilinə baxıram. Ate feili nədir? Ate feili itkin keçmişi həddindən artıq olduqca deməkdir. Bir də cümlə sonunda gəlsə həmçinin deməkdir. Adi dərəcə. Bəli, hə. Sadə kucarsa yenə sadə. Bizə sadə kucarsa. Hə. Dərəcə göstəricisi to deyil, ha. Bir oyla olan dərəcə göstəricisi deyil. 2 oyla olan dərəcə göstəricisidir. O da adi dərəcədir. Hə, baxdım ki, to adi dərəcədir. Qaldım B ilə E-nin arasında. B variantında quick sifətdir. Quickly zərfdir. Deməli, baxdım ki, yemək feilidir. Yemək də fiziki hərəkət bildirir. Yəni, mənim bayaq saydığım. Bax, bu istisna feillərdən deyil. Demək ki, nə istəyəcəkdir? Zərf istəyəcək. Bu da olur E variantı. İndi gəldim 357-yə. Very adi dərəcədir. Adi olan olmaz axı. Very adi dərəcədir. B gedir, C gedir, D gedir. A qalır, E qalır. Good yaxşı. Sifətdir. Well yaxşı. Zərfdir. Bir də yadda saxlayırsınız. Veli bir də isim kimi quyu mənası var. Birdən olar ki, haradasa isimləri seç falan. Belə bir testdə qarşınıza çıxar. Deməli, baxdım. Baxıram ki, nöqtələrdən sonra isim yoxdur. Mən nə etməliyəm? Cümlənin xəbərinə getməliyəm. I have not expressed. Express feili. Heç mənasını bilmədən də tapa bilərəm ki, bu nə istəyir? Sifət istəyir, zərf istəyir. Saydığım o istisna feillərin içərisində express feili var. Üzündən sonra sifət istəyən feillərin içində express var. Xeyr. Demək ki, nə istəyəcəkdir? Zərf istəyəcək. Bu da olur E variantı. İndi gəldim 358-ə. Very hansı dərəcədir? Adi dərəcə. Sadə dərəcə yoxdur, balam. Adi dərəcə. B ilə E variantı geçir. B variantı ümumiyyətlə qrammatik baxın. Səhvdir. A variantı zərfdir. C variantı sifətdir. Baxıram nöqtədən sonra isim yoxdur. Gedirəm cümlənin xəbərinə. Spread istisna feillərin içində var. Yəni istisna feillər nə istəyirdilər? İstisna feillər nə istəyirdilər? Sifət istəyirdilər. Həmin feillərin içində var spread feili. Deməli, nə istəyəcəkdir? Zərf. Zərfi necə tanıyıram? Sonundakı Elvaydan A variantı. İndi gəldim 59-a. Cavab A variantı. Gəldim. Nədir? Wind külək. Mən 59-da B. Bəli, B-dir. Very adi dərəcədir. A variantı, B variantı, E variantı getdi. B qaldı, C qaldı. Baxıram ki, nöqtədən sonra isim yoxdur. Gedirəm cümlənin xəbərinə. Can change. Change dəyişmək feilidir. Saydığım be, become, seem, feel, get, turn, stay, smell, sound, look. Bu feillərin içində var. Xeyr, deməli bu necə feildir? Özündən sonra zərf istəyəcəkdir. Zərfi də necə tanıyıram Elcan? Bəli, Elvay şəkilçisindən. Zərflər necə düzəlir? Sifətin sonuna Elvay artırmaqla düzəlir. İndi 60-a gəldim. Rather hansı dərəcədir? Adi dərəcə. B-də mor getdi, C-də mor getdi, E-də most getdi. A variantı sleepy. Yuxulu sifətdir. D variantı sleepily, yuxulu şəkildə, yuxulu tərzdə zərfdir. Deyir ki, nöqtədən sonra isim yoxdur. Deməli, mən avtomatik hara gedəcəm? Cümlənin xəbərinə baxım görüm istisna feildirmi, ya yox. Answer, cavab vermə feili. To be, to become, o siyahı feillərin içində var, özündən sonra sifət istəyən feillərin içində. Yoxdur, deməli, nə istəyəcəkdir? Zərf istəyəcək. Zərfi də necə tanıyıram? Zərfi də necə tanıyıram?
Bəli, Elbaydan tanıyıram. Bura qədər aydın oldu mu? Bilirəm, biraz çətindir, amma ki, başa düşmək olur. Bəli. Nöqtələrdən sonra zəng gəlibdir. Müqayisə dərəcəsidir. Bu rahatdır. Müqayisə dərəcəsidir. Deməli, baxıram ki, Süperəmşdə qurdunuz var. burada yox. Ama. Nöqtələrdən sonra zəng gəlibdir. Ben yapma. Sen o. Müqayisədə bazılarını aləm qatar düzgünə. Müqayisə dərəcəsi nor, adi dərəcədir, bitəhər. Bəli, A variantı olacaqdır. Uşaqlar, biz bunu yadımıza salaq. Deyirik ki, bütün Elba ilə düzələn zərflərin müqayisə və üstünlük dərəcəsi mol-mosla düzələcək. Amma mənim 2 dənə istisna zərfim var ki, biri bədlidir. Elba ilə bitikdir, amma dərəcəsi mol-mosla düzəlməyəcək. Kökdən dəyişməklə. Müqayisə dərəcəsi worse olacaqdır. Üstünlük dərəcəsi worse olacaqdır. Bu bir dənə elbayım. Bir də örlü var ki, bu da zərf olduqda şəkilçi ilə düzələcəkdir. Müqayisə dərəcəsi earlier olacaqdır. Üstünlük dərəcəsi earliest olacaqdır. Amma yerdə qalan hansı zərfi, təbii ki, elba ilə bitən deyirəm, hansı zərfi görürəm, bilməliyəm ki, onun müqayisəsi morla düzələcək elcan, üstünlüyü mostla düzələcək. Amma yenə deyirəm, bədli kökdən dəyişir, worse olur, üstünlüyü worse olacaqdır, early isə şəkilçi ilə düzələcək. İndi gəlirəm 362-yə. Baxdım yenə nöqtələrdən sonra nə gəlibdir? Nöqtələrdən sonra zəng gəlib. Hansı dərəcədir? Müqayisədə hansı şəkilçini axtarıram? C variantı. Diqqətli oluram fastla bağlı. Bəzən testlərdə verir variantda. Fastly deyə bir şey yoxdur. Bəli, fastly deyə bir şey yoxdur. Variantlarda bizi çox vaxt çaşdırmaq üçün verirlər. Burada zən müqayisə dərəcəsidir. İndi gəldim 363-ə. 363 var, ən sürətli deməkdir. Deməli, dərəcə göstəricim nədir? Dərəcə göstəricim a little, a bit, a lot. Demişdim, 3 dənə artikellı olanlar. A little, a lot, a bit. 3 dənə artikellı olanlar nə istəyir? Müqayisə dərəcəsi istəyir. A variantı Elmore yoxdur. E variantı Elmore yoxdur. C variantı Elmore yoxdur. B variantı morla bir yerdə gəlməz. Qalır cavabım D variantı. İndi gəlirəm 64-ə. Nöqtələrdən sonra zəng gəlibdir. Hansı dərəcədir? Variantla nə axtaracam? Elmore axtaracam. A-da Elmore yoxdur. C variantında Elmore yoxdur. B variantı qrammatik cəhətdən səhvdir. Müqayisədə D artikli olmaz. D variantı adi dərəcədir. Olur cavabım E variantı. İndi gəlirəm 365-ə. Nöqtələrdən sonra nə gəlibdir? Müqayisə dərəcəsi. Nə axtaracam? Elmore axtaracam. C variantı most, D variantı very, E variantı much getdi. A qaldı, B qaldı. Bax, tələsirsən. İkisi də fərqli şeylərdir. More quick sifətdir. More quickly zərfdir. İndi mən tapmalıyam görüm. Sifət yazmalıyam, yoxsa zərf yazmalıyam. Baxıram, nöqtədən sonra isim yoxdur. Gedirəm cümlənin xəbərinə. Ay müəllim, cümlənin xəbərini tapa bilmirəm deyən varsa, she mənim mübtədamdır. Mübtədanın yanında, düz yanında gələn mənim xəbərimdir. Read feili, oxumaq feili. Mənim saydığım be, become, get, turn, bu kimi feillərin özündən sonra sifət istəyən feillərin içində varmı? Var onların içində. Yoxdur. Deməli, nə istəyəcəkdir? Zərf istəyəcək. Yəni, burada hərəkət var. Zərf istəyəcək. 366-da əksəriyyətin səhv yazdığı test. Məsələn, ikinci tərəfdən gəlin, biraz işim rahat olsun. O üstünlük dərəcəsidir. Üstünlük dərəcəsində nə olacaq? S-T. S-T. Aha. Deməli, D variantı verse müqayisədir. E variantı verse müqayisədir. Digərləri qaldı. İndi gedirəm birinci tərəfə. Baxıram nöqtələrdən sonra, yox, nöqtələrdən sonra isim yoxdur. Cümlənin xəbərinə baxıram. Behave davranmaq feili. İstisna feillərin içində varmı?
Sifət istəyənlərin içində varmı? Yoxdur. Deməli, A variantı da getdi. B qaldı, C qaldı. B və C variantı qaldı. Baxıram ki, C variantında yenə ikinci tərəfində behave daxil. Behave daxil. Behave nə istəyəcəkdir? Zərf istəyəcək. Zərfin üstünlüyündə D artikl ola bilməz. Qalır cavabım B variantı. Burada hamısı. Olsun da zərfin üstünlüyündə ən pis davranandır deyir. Ən pis davrandı onlar içərisində. Amma zərfin üstünlüyündə Z artikli olmur axı. 367, bayaq dediyimiz məsələ. 367. Hardly ilə bağlı bayaq dediyimiz məsələ. Aha. Burada hamısı yoxdur. Var, variantlarda görürük. Hamısında var. Hamısında hardly var. Deməli, baxıram əvvəla, müqayisə dərəcəsidir. Elmor axtaracam. C variantı getdi. E variantı getdi. E variantı getdi. Həm də ki, bir qaydanda yadıma salıram ki, hardly dərəcəyə düşmür, dərəcələnməyən zərfdir. Həm də ki, study xəbərdir. Mən deyirəm, xəbər yəni feildən sonra hardly verə bilmərəm. Hardly feildən əvvəl gəlməlidir. A variantı da gedir, qalır cavabım D variantı. Başa düşdükmü? İndi gedirəm ikinci tərəfə. Bir də deyim. Bir saniyə təmizliyim onu. Tamam, təmizliyim. Aha. Müqayisə dərəcəsidir. Elmor axtaracam. C variantında elmor yoxdur. E variantında elmor yoxdur. B variantında elmor yoxdur. Qaldıq A ilə D-nin arasında. Yox. A ilə D variantı. Üçün. A ilə D variantında qaldı. Hə. Yaxınçılıq olub. A ilə D variantı arasında qaldı. Hardly, hə? Hardly nə dedik? Zəhra. Deyirik ki, çətinliklə, güclə hardly xəbərdən, yəni feildən sonra gəlməz. Görsən, statik xəbərdir. Feildən sonra gəlməz. Başa düşdün, Zəhra? Deməli, mən A variantını verə bilmirəm. Həm də ki, hardly dərəcəyə düşmür. Qalır cavabım D variantı. İndi başa düşdünmü? İbrahim, başa düşdün? Bəli. İndi gəldi 368-ə. Dedim, E artiklı valih ekranı göstərsin görək. İndi girdin də 3 nöqtədən girdin. Aha, a little, a bit, a lot. Hansı dərəcədir? Müqayisə dərəcəsidir. Qulaq as da balım, qulaq as. Çətindir, bilirəm, amma qulaq as, başa düşəcəksin. Dərəcələri əzbərləməsən də adi dərəcə. Çünki evdə heç dərəcəyə baxmamışsan. Yəni, anə verdim də markası. A little müqayisə dərəcəsidir, ancaq onlara baxırıq. Vallahi, mən telefonu tutmadığına bilirəm. Bu vaxt belə olur. Ay, Valid, nə olur, o animelərə baxanda arada mənim bu videolarıma da baxda. Gördə çıxılırsan, like istəmirəm, biraz o izahlara bax da, 10 dənə təstə bax. Nə paylaşarsan, kinolarının linkini? Kanalını paylaşacağım. A little müqayisə dərəcəsidir. Mor axtaracam. B qalır, C qalır. Baxıram, B variantında careful sifətdir. C variantında zərfdir. Deyir ki, nöqtədən sonra isim yoxdursa, get cümlənin xəbərinə. Neynəməlisən? Check, yoxlamalısan. Yoxlamaq feili, check feili. İstisna feillərin içində varmı? Feil. Yoxdursa nə istəyəcək bu vətəndaş? Bəli, tamamilə doğrudur. C variantı. Sağ ol. Little müqayisə dərəcəsidir. Müqayisə dərəcəsində mor axtarmalıyam. B variantı getdi. C getdi. D getdi. E getdi. Elə qalır A variantı. Maçdan sonra diqqət eləyirəm. Eriyada mor gəlməlidir. Uzun izah eləyəndə uşağın yadında qalmır. Deyirik ki, maç müqayisə dərəcəsinin sadəcə göstəricisidir. O müqayisə dərəcəsi düzəltmir. Yəni, hazır müqayisənin önündə gəlir, onu sadəcə qüvvətləndirir. Belə uzun-uzun deyəndə yadda qalmır. Qısa da deyirik, maçdan sonra eriyada mor gəlməlidir. Yəni, heç bir şey eləmir.
heç bir şey eləmir, xeyr. Yəni qrammatik baxımdan dərəcə düzəltmək xüsusiyyəti yoxdur onun. Dərəcənin qarşısında gəlir. Bəli, dərəcə. Yəni maç görəndə bilirsən ki, sifəti müqayisə edə bilməlisən. Amma heç bir dərəcə düzəltmir. Onun elə bir gücü yoxdur. 370-də nöqtələrdən sonra dən gördüm. Müqayisə dərəcəsidir. Ermor axtaracam. A gedir, B gedir, C gedir. Kim yanına keçmək istəyirsən? Nə oldu telefonla? B variantında morla ne bir yerdə gəlməz, qalır cavabım E variantı. Valet, dincəl görək. 371. 371-də müəllim, dərəcə göstəricisi yoxdur. Nə etməliyəm? Cavabdan qayıtmalısan. A variantı mosla ne bir yerdə gəlməz. B variantı morla ne bir yerdə gəlmək. C variantı maçdan sonra er ya da mor gəlməlidir. A qaldı, E qaldı. B variantı da ola bilər. E də olur. Olur. B variantıdır. Deyir ki, remind her, ona xatırlat, sabah səhər gəlməsini. Tam feili. Tamı təyin edirəm. Nə zaman gəlməyi? Daha erkən gəlməyi. Daha erkən gəlmək feili də istisna feillərin içərisində var, Zəhra. Tam feili harada var istisna feillərində? Nə istəyəcək özündən sonra? Zərf istəyəcək. Mən zərf axtarıramsa, E variantında zərfin üstünlüyündə B artiklı olmaz. Qalır cavabım B variantı. Zəhra başa düşdünmü? Bəli. 372. Nə satmır balam? Harada balam, haradadır? Yox, növbə necədir də balam, mən 372-dəyim axı hələ. Mən izah elədiyimə baxıb qalanları yeni gəlməkdə onsuz da. Cümlədə nə gördüm? Ramil, mat. Nə istəyir? O müqayisə dərəcəsi istəyir. Aha. Deməli, A variantı müqayisə dərəcəsi deyil. C variantı deyil. E variantı deyil. B qaldı, E qaldı. Hardly vətəndaşı nə istəyir? Deyir ki, mən xəbərdən sonra gəlmirəm. B variantı da getdi. Yəni, studydən sonra hardly gəlmir. Hardly study verə bilərəm. Qalır cavabım B variantı. 373-də dən müqayisə dərəcəsi Elmor lazımdır. A gedir, B gedir. E-də morla bir yerdə gəlib. Maçdan sonra müqayisə gəlməlidir. Bu da gedir. Qalır cavabım C variantı. Earlier. 374 gəldi indi sənin sualına. Dən müqayisə dərəcəsi. İbrahim, balam, başa düşmüsən? Bir denən görüm. İcazət göstərir. Bunun da ama belə bir Aha, və burada da nə var? İndi bir saniyə. Bax, çaşdız. Bayaq dediyim məsələ, çaşdız bax. Dən müqayisə dərəcəsi. B variantı üstünlükdür. C variantı üstünlükdür. Atırıda. B variantı adi dərəcədir. Aynen, yox, özü bildir. Aynen E variantı qaldı. Bədlidə müqayisə dərəcəsində nə olacaq? Bədli müqayisə dərəcəsi. Ay vali, yaman xəyallara damısan, ay bala. Bədli müqayisədə nə olur Zəhra? Word olur. Olacaq cavabım A variantı. Ay vətəndaşlar, axı mən dedim ki, bədli 2 dənə istisna elvayım var mənim. Biri bədlidir, biri örlüdür. Örlü şəkilçi ilə düzələcəkdir dərəcəsi. Bədli təkdən dəyişəcəkdir. Bir dənə Ramil maraqla qulaq asır. Qalanlar elə bir beylik Zəhra, niyə elə mutsuz baxırsan? Yoruldun? Nöqtələrdən sonra dən yaxşı. Sənə tamamlayaq, yekunlaşdıracam. Dən müqayisə, ay balam, sən nə istəyirsən? Dən müqayisə dərəcəsidir. Müqayisə dərəcəsi nə istəyir vali? Eyri ya da mor istəyir. A variantı getdi. B-də morla bir yerdə gəlib. C variantı adidir. E variantı adidir. Qaldı cavabım D variantı. Variant axtardı. Elə bir nə isə içib bizdə. Aha, nöqtələrdən sonra sən rus qalısın. Dərslərə diqqətlə qulaq as.
Tərtibim olacaq. Nöqtələrdən sonra dəl müqayisə dərəcəsi gəlməlidir. Ermor gəlməlidir. A variantı üstünlükdür. D variantı adidir. C variantı morla bir yerdə gəlməz. B variantı yenə səhvdir. Fərqli kökdən dəyişməlidir dərəcədə. E variantı cavabdır. V kökdən dəyişib beta olur. 377-də. Bu asandır. Əzəl. Bəli, bəli. B variantı. Ağıllı balam, E variantı da adi dərəcədə axı. Ay, sağ ol. L-Y olmalıdır. Cümlənin xəbəri do-dur. Do istisna fiillərin içində yoxdur. Olacaqdır zərf E variantı. 378-də Vitov. A variantında mosla heç bir yerdə gəlməz. C variantı masdan sonra eriyada mor gəlməlidir. E variantı da səhvdir. D qalır, D qalır. Burada məsələ qaçmaqdır. Qaçmaq zərf istəyəcəkdir. D variantı onsuz da qrammatik baxımdan səhvdir. Çünki tək hecalıdır. Tək hecalıdırsa şəkilçi ilə düzəlməlidir. Qaldı cavabım B variantı. 379 Elcan. Dəl müqayisə dərəcəsi də bunu deyin. Ben bunu bilmiyorum. Bakı gördüm. Normal. Aha, dönsün. Aha. Bu kadar arada kullanıyorum. Olduğu için gelir demiştik. O gelir. Aha. C ilə D-nin arasında qaldım. Ben Çox sadə bir kömək eləməyim. B variantı. A variantı. B variantı. Bəli. D niyə getdi? Yine gelip mor faktör. Bəli. Bir yerdə işlənməz. Bəli. Bir yerdə işlənməz. 380. Demərəm. Yox, mən sənə qarşı heç bir haqsızlıq verməm. Yox, kəş iki qulağında məndə olsa. Adi dərəcə. Adi dərəcə. C getdi. B getdi, D getdi, E getdi. A qaldı zərfdir, C qaldı sifətdir. İndi baxaq görək cümlənin xəbərinə. Ay Allah, nələr danışır bu uşaq. Əxsin, zərf istəyəcək, A variantı. Bəli, bunları da yekunlaşdırdım. Buradan çox çətin olacaqdır. 100 dənə verəcəm evə. Gəl.